İkincisi, ikinci çərək notdur. Mən sizə dedim ki, metronom çalanda 1 və 2 və hər zərbəmiz 1 və-yə düşür. 1 və 2 və. Demək bu 1 və-də 3 dənə zərbə getməlidir. Vuran kimi birinci başlamalı 3 zərbə bitməlidir. 2-yə gəlib düşməliyik, 2 və-də 3 dənə zərbə getməlidir. Sonra növbətiyə baxırıq. Növbəti çərək notlardandır. O ki 3 dənə çərək not var. Demək 4-də 2 xanənin içində 2 dənə olmalıdır. 1 və 2 və. 3 dənədir. Bu 3 dənə necə getməlidir? 1 və 2 vənin içində simmetrik qaydada bölünməlidir. Yəni ağzınıza gələn ki, bir vurum xanəyə 30 durum, o alınmır. Çünki hər bir not paralel bölünməlidir. Çünki hər biri 8-lidir. Hansı ixtiyarla ortadakini tez vurup axırdakini gec vura bilərsən? Eyni notda axı bölünür. Ona görə bunun dəqiqliyi lazımdır. Simmetrik dəqiqliyi lazımdır ifa zamanı. Mən o sonra ifa edəcəm. Növbəti çərəklərdə də 3 dənə çərəkdir. 2 dənə olmalı normalda. Dur, bam. 1 və 2 və. Amma 3 dənədir. Biz 3 dənəni elə bölməliyik ki, heç biri bir-birindən uzun olmasın və növbəti əsər gərək düşər 1-ə.